Ayda 07 ilə qalmışıq buralardayıq. Neyiniyək? Kasıbçılıqdan ölürük. Kasıbçılıqdan ölürük. Deyən görək maşın sürün. Binek maşına. Baxın gördük. Benzinimizlə birazdan qutaracaq. Gedək görək nə iş lazımdır. Ehtiyatlı sürtək. Sürək görək. Bizi öldürəcəklər bu dəqiqə. Şəhərdə satmaq. Oy da dirəyə çarpdı. Polis biz tutsaq sən ölünəcək. Biz qaçaq burada. Kasıbçılıqdan ölür. Şəhərdə mafya satda var. Oy da nə olur? Şəhərdə mafya satda var. Bizi sən ölünəcək. Yəni görük ya. Burada satdı. Düşək. Salam aleyküm, nə düşəksiniz? Mafya satda var burada. Allah andolsun. Onsuz dərmanlarımı da atmamışam. Nədir? Halüsinasiyon sat görəm. Xanım, nə baxdınız? Bəlkə bizdən mafya olaq. Yox, qılmaz. Bəlkə mən də mafya olmayayım. Deyən, biraz 51.050 manat pulum var. Qoy, ondan da adam tutum. Deyən görək, maşınımıza çox. Binek. Gedək mafya ilə satır. Düşək burada mafya sat da var. Çünki mafyanın evi burada görün. Uyda mafyanın evi burada. Yan. Kasıbçılıq deyil. Mafyanın adamları deyəsən iş başındadır. Burada yox. Mafya bu otaqda deyəsən. Salam aleyküm, əmoğlu, nətərsən? Niyə gəlmişsən buralara? Heç nə. Nətərsən, qaqa, əmoğlum? Sənlə neçə ildir qoxumuq? Sən də mafya olmuşsan, getmişsən. Mənə də biraz puldan zaddan asaydın da, nə bilim, pul olması adam. Əmoğlum, bizdə çox pul yoxdur, düzünü demək olarsa. Amma sən bir-iki adam verə bilərəm. Yəni ki, öz məsələlərini həll elədikdən sonra mənə qaytararsan da. Sən də qəşəng bir dənə maşın verərəm altına çəkərsən, onunla da qəşəng gedərsən. Sonra lazım olanda mənə qaytararsan. Bir də ki, adamları verdikdən sonra mənə 50.000 qaytararsan. Çünki həm sıxışmışıq, biraz məddi olaraq pisik. Məddi olaraq sıxıntıdayıq. Ona görə də yəni ki, 50.000 verərsən adamları verdiyimə görə, bir də adamlarını qaytarsan da ən tez sürətlə. Biraz geçid olsa olar. Çəkdirik bizdə də, sizdə də elə. Sağ olun, bir 15 nəfər versəz olar. Bir də ki, onu 50.000-dən 30.000-ə düşürək də. Mən də məddi olaraq biraz sıxıntıdayım. Bir də ki, verdiyiniz maşın layaqlı maşın olsun. Deyilə, mənim dedən orada yazıq 07 var. Onun kimi olmasın. Yaxşı, sən narahat olma, qaqa. Mənim qəşəng maşınlarım var, onlardan birini verərəm sənə. Sağ olun, siz olmasanız neyini yarım. Heç nədən mən gedirəm, sağ olun. Uyda, nə qəşəng təklif elədilər mənə. Səhər gələrəm, buradan qəşəng bir maşın olur. Gedək, bugün evimizdə qalaq. Ondan sonra təzdən gələrik. Sərt oldu. Gerək bu evə. Deyəsən, bunun adamları hər döyüşən qatil. Asına qapını. Bu nədir burada çıxır?
Salam aleyküm, necəsiniz? Buradan. Yaxşı, sağ ol. Mafya, sən deyəsən xəstələnmişsən, səsin zat dəyişibdir. Hə. Bu için su içmişim. Allah şifa versin, Allah şifa versin. Dünənki danışımız yadınızdadır da. Demişdi sizə qəşəng maşın verəcəm, üstünə də 20 dənə adam verəcəm. Belə 15 dənə, rahatsız da hələ də fikrinizdən qayıtmayın. Hə, maşın olur. Adamlar da sen tanıyacak gelecek. İyi. Yaxşı, onda mən gedirəm aşağı. Çox qəşəng olaraq görüşməkdir maşın verir bizə. Adamlar da başqa bir maşından deyir. Gedək. Oyda. Bu maşın. Oyda, sirenlər də var. Polis biz tutmuyordu. Oyda. Nə qəşəng maşındır. Bəli dostlar, birinci bölüm burada sonlandı. Eğer ikinci bölümün gəlməyini istəyirsinizsə, tez abone olup beğenebilirsiniz. Bay bay.